Patrol polisi Tbilisidə narkotik cinayətinə görə 2 nəfəri saxlayıb. Saxlanılan şəxslər Ukrayna və Belarus vətəndaşlarıdır. Cinayət əməli ilə bağlı 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əməliyyat zamanı onlardan alfa PVP adlı narkotik maddə götürülübdür. Faktla bağlı araşdırma aparılır. Macaristanda narkotik cinayətinə görə Türkiyə vətəndaşı saxlanılıbdır. Qanunvericiliyə əsasən bu əməl 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Saxlanılan şəxs Sarp sərhəd keçid məntəqəsindən böyük miqdarda narkotik vasitəni Gürcüstana qanunsuz yolla keçirməyə cəhd edib. Axtarış zamanı onun üzərindən 43,46 qram metafetamin və 0,397 qram kokain götürülübdür. Faktla bağlı araşdırma aparılır. Kaxetidə oğurluq və silah saxlama ittihamı ilə bir nəfər saxlanılıbdır. O oğurluqda, eləcə də odlu silahın və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunur. Qanuna əsasən bu əmələ görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Faktla bağlı araşdırma aparılır.